Nə işləyirsən? Qoltuqaltı iyniyən. Bu peşənin sahibləri Procter & Gamble, Johnson & Johnson kimi iri kosmetika və məişət kimyası şirkətlərində çalışır. Onların əsas vəzifəsi dezodorant, sabun və şampun kimi məhsulların qoxu davamlılığını test etməkdir. Təxmini illik gəlirləri 70 mindən 100 min dollara qədərdir. Xatırladaq ki, mütəxəssislər bədən üçün kosmetik vasitələri minimum istifadə etməyi tövsiyə edir, çünki bədənin tərləmə mexanizminin qarşısını almaq ciddi fəsadlar törədir. Çeynə, amma udma. Arıqlamaq üçün yeni, qeyri-ənənəvi üsul Asiya ölkələrində zoomerlər arasında yayılıb. Gənclər plastik torba vasitəsilə yeməkləri ağızlarına qoyur, yaxşıca çeynəyir, sonra isə udmadan tüpürürlər. Metodun məqsədi beyni aldatmaqdır. Qeyri-adi təcrübənin bəzi tərəfdarları bu yanaşma sayəsində bir ay ərzində 10 kiloqrama qədər arıqlamağa bacardıqlarını iddia edirlər. Bununla belə ekspertlər hələ də mümkün risklər və sağlamlıq üçün fəsadlar barədə rəsmi qiymət verməyiblər. Stresin var, it pişiklə dərdləş. Çinlilər pişik və itlərin nitqinin insan dilinə sintez etmək texnologiyasını patentləşdirmək istəyirlər. Süni intellekt ev heyvanının səsini, bədən dili, davranışı və bioloji siqnalları haqqında məlumat toplayacaq, hürmə və miyovları söz ifadələrə çevirəcək. Texnologiya artıq ağıllı yaxalıqlarda, kameralarda və baytarlıq cihazlarında, həmçinin vəhşi heyvanların monitorinqi üçün istifadə olunur. Yəni dərdləşmək üçün artıq ChatGPT-yə yox, it pişiyinizə müraciət edə biləcəksiniz. Səhifəmizi izləyin, videolarımızı bəyənin və şərh yazın. Bizi kökəldən zülal tapıldı. Tədqiqatçılar müəyyən ediblər ki, MIC-2 zülalının bloklanması hüceyrələrin qəfildən sürətlənmiş yağ yandırma rejiminə keçməsinə səbəb olur. Eyni zamanda əzələlər əziyyət çəkmir və yeni yağ sadəcə yığılmağa vaxt tapmır. Bədən dərhal onu yandırır. Metod artıq insanlar üzərində sınaqdan keçirilib, bu həqiqətən işləyir. İndi elm adamları gözlərimizin qarşısında sözün həqiqi mənasında arıqlamağa imkan verəcək bir yeni üsul terapiya hazırlayırlar. Sağlam xülasə. Qismət.